Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Xoş gördük sizləri. Mən Nazlı Onurun təqdimatında dərin baxış verilişini izləyirsiniz. Hər dəfə maraqlı və qarışıq mövzularla qarşınızda olacağıq. Bugünkü ilk qonağımız ilahiyyatçı Hacı Atıf İsmayılovdur. Xoş gördük sizi. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Bu dəyərli verilişiniz də mübarək olsun inşallah. Faydalı və cəmiyyət üçün xeyirli olsun. Təşəkkür edirəm, çox sağ olun. İlk öncə belə bir sualdan başlamaq istəyirəm. Evlilik həyatı qurmaq istəyən gənclər ilk öncə nədən başlamalıdır? Çox sağ olun. Ümumiyyətlə, çox mühüm və aktual mövzulardır. Bugün bilirsiniz də ailə dəyərləri, evlilik münasibətləri həm bütün dünyada, eyni zamanda xüsusən də Azərbaycanımızın özəl adət-ənənələri var və bu baxımdan da biz istərdik ki, bu evlilik mərhələsində gənclər hardan başlamalıdır? Ümumiyyətlə, hansı addımlar atılmalıdır? Bildiyiniz kimi bizim həm milli mənəvi dəyərlərimizdə, həm də dinimizdə belə bir deyim var. Deyirlər ki, ailə müqəddəs bir amaldır və müqəddəs amal üzərində qurulur. Və buna görə də bildiyiniz kimi elə bil hər iki tərəf, istər xanım olsun, istər bəy olsun, bunlar hər ikisi ayrı bir ailədən belə deyim də çıxırlar və ortaq bir məxrəcə gəlib cəmiyyətə yeni bir nümunəvi model təqdim etməlidirlər. Ona görə səhv etmirəmsə bütün mütəxəssislər, araşdırmaçılar deyirlər ki, bu mərhələvi şəkildə həyata keçirilir. Birinci mərhələ bundan ibarətdir ki, hər ikisi özü üçün müştərək həyat yoldaşı olan bir düzgün seçim etməlidir. Məsələn, bəzən gənclər çox belə bu barədə suallar verirlər mənə ki, görəsən ailə quran zaman insan sevib ailə qurmalıdır, yoxsa seçib ailə qurmalıdır? Mən həmişə bunu deyirəm ki, seçib ailə qurmalıdır. Çünki sevgi hissdir və duyğulardır və bu hiss və bu duyğular ola bilər ki, bir müddətdən sonra aradan gedə. Amma insan əgər ailə həyatı quranda seçirsə, seçim eləyib, həqiqətən də özünə münasib həyat yoldaşı, müştərək bir ailə belə deyim də axtarırsa, o zaman burada seçim qarşısında olmalıdır. Və seçim qarşısında olduğu zamanda gərək mütləq burada bir neçə şeylərə diqqət eləsin. Məsələn, mən deyərdim ki, həmişə bunu misal və nümunə kimi qeyd edirəm. Deyirəm ki, təsəvvür edin ki, bir ailə həyatı qurulmaq üçün birinci mərhələdə iki gənclərin bir-birinə uyğunlaşması lazımdır. Uyğunlaşma mərhələsindən sonra bunlar hazırlaşırlar. Elimizin adət-ənənəsinə görə nişan etmə prosesi gedir və nişan etmə prosesindən sonra digər bir mərhələ gəlir, toy mərhələsi. İndi mən bir toy mərhələsi haqqında danışım sizə ki, məsələn, iki gənclər görürsünüz ki, bir-biri üçün toy eləyəndə məncə 6 ay qabaqcadan hazırlıqlar görürlər. Məsələn, bu quda o biri quda ilə oturur və yaxud da ki, iki gənclər, cavanlar hazırlıq görürlər, toy harda olmalıdır, nələr verməli və yaxud da ki, kimlər gəlib o toyda iştirak edəcək, kimlər gəlib oxuyacaq, kimlər dəvət olunmalıdır. 6 ay bu iş üçün hazırlıq gedir, halbuki bunun müddəti cəmi 4-5 saatdır. Yəni 4-5 saat üçün bu qədər qabaqcadan, öncədən hazırlıq görmək, sonda 4-5 saatdan sonra bu toy bitir. Amma mən deyərdim ki, ailə həyatı quran gənclər ki, bir ömür sürəcəklər, gərək bu bir ömür sürməkdən ötürü 6 ay, 7 ay, bəlkə də 1 il öncə hazırlıqlar görməlidirlər. Bu hazırlıqlar olanda hər iki tərəfdə, istər bəydə olsun, istər xanımda olsun, istər və yaxud da ki, bəyin ailə üzvləri olsun, istər xanımın ailə üzvləri olsun, uşaqlarını, gənclərini əgər bu ailə həyatına hazırlayacaqlarsa, o zaman mən elə bilirəm ki, ailə dəyərləri burada öz keyfiyyətini saxlayacaq. Ona görə birinci bu mərhələdən başlamalı ki, gənclər bu ailə həyatına hazır olmalıdırlar hər tərəfli. Məsələn, çox vaxtı mən baxıram da, bu ailə dəyərləri indiki gənclərdə xüsusən də müəyyən hisslər və duyğular üzərində qurulur. Hisslər və duyğular üzərində qurulduğuna görə də ailənin müddəti uzun olmur, davam edici olmur. Çünki bir hiss bitəndən sonra, məsələn, mən bir çox gənclərə sual verirəm, deyirəm, siz ailə quranda fikirləşmirsinizmi, dünyaya gələcək uşaq nə olacaq, onu nə fikirləşmirsiniz? Deyir, yox. Və yaxud da ki, necə uşaq dünyaya gətirmək istəyirsən, sənin uşağın, övladın necə olmalıdır, hansı tərbiyədə, hansı mərhələdə, hansı nə bilim, dəyərlərə sadiq olmalıdır. Bunları öncədən
düşünüb həyata keçirsiniz, yoxsa elə bizim doğru dildə desə təvəkkül Allaha necə oldu da. Ona görə ailə həyatı cəmiyyət üçün ən önəmli mövzulardan biri olduğu üçün hər iki tərəf birinci buna hazır olmalıdır. Əgər buna hazır deyilsə, bu atılan addımların heç birisi nəticə verməz və eyni zamanda ailə qurduğu zaman hansı şeylərə diqqət eləməlidir? Mən onu istərdim qeyd edəm ki, məsələn, bu dinimizdə də var, dinin verdiyi tövsiyələrdə də var, o cümlədən də bizim milli mənəvi dəyərlərin özündə də var. Çünki istər bəy olsun, istər xanım olsun, gərək birinci bunların hər ikisi özündə ali dəyərlər, bizim etik normalar deyirlər, əxlaqi dəyərlər, ailəyə sadiqlik necə olmalıdır və yaxud da ki, nə bilim, tərbiyə, bunlar hamısı mühümdür də. Bu mərhələləri insanlar keçməlidir. Bu mərhələlərdən daha doğrusu belə şeylərə üstünlük verməlidir. Məsələn, Peyğəmbərimizdən də gözəl bir kəlam var, deyir, bir nəfərin əgər əxlaqı yerində olarsa, deməli, əxlaqı yerində olan insanın hər şeyi yerindədir. Əxlaqı yerində olarsa və belə bir insanlar gəlib sizin qapınızı döyərsə, ona verin. Yəni, onun üçün atqaz getməyin, qaytarmayın. Puldur, vardır, yaşayışdır, bunlar sonradan düzələn bir şeydir. Çünki Quran-ı Kərimdə də gözəl bir ayə var, deyir ki, siz kasıblıqdan və fəqirlikdən qorxub ailə qurmaqdan imtina etməyin. Çünki ailə müqəddəs olduğuna görə Allahın da özünə məxsus burada xüsusi müdaxilələri var. Əgər ailə dəyərləri, tərbiyə, ədəb, əxlaq üzərində qurulacaqsa, Allahın özünün xüsusi nəzarəti olar ora. Allah buyurur ki, mən sizi öz fəzilətimdən varlandıraram. Yəni, ruzi sonraki işdir. Ailə dəyərləri yerində olduğu zaman, ədəb, əxlaq, nə bilim, iman və digər şeylər yerdə olduğu zaman, ümumiyyətlə bizim dini baxımından deməyək də, ölkəmizin, xalqımızın milli mənəvi dəyərləri ki var, həmin milli mənəvi dəyərlər yerində olandan sonra o ailə dəyərli olur, qiymətli olur. O zaman Allah da o ailəyə nə edir? Ruzi verir, bərəkət verir. Burada çox mövzular var əslində, danışacaq mövzular çoxdur, amma düşünürəm ki, verilişimiz müəyyən bir həddə olduğuna görə digər suallarımız da ola bilər ki, onlara cavab verək. Keçmək istəyirəm növbəti sualıma. Valideynlərin təkidi və istəyi ilə ailə qurmaq nə dərəcədə düzgündür? Bəli, bizim indiki gənclərimizə, xüsusən indiki cavanlarımıza nəzər yetirəndə, təbii valideynlər bir təcrübə keçərək, bir həyat təcrübəsi keçdiklərinə görə valideynlərin sadəcə burada tövsiyə xarakteri ola bilər. Hətta dinimizdə də belə bir şey var, deyir ki, yaxşı olar ki, məsələn, övladlar yetkinlik yaşına çatandan sonra ola bilər ki, onların müəyyən duyğu və hissləri ilə hərəkət etdiklərinə görə yaxşı olar ki, valideynlər bu məsələdə istiqamət versinlər. Ona görə dinimiz nə valideynlərin, övladların məcburi şəkildə kiminləsə ailə həyatı qurmağa haqları var. Yəni, məcbur olunan bir yerdə olarsa, hətta dinimizdə belə bir qanun var. Deyir, əgər xanım tutaq ki, ailə qurmaq istəmirsə hansısa bəylə, valideyn təkidlə əgər onu məcbur olaraq evləndirərsə, bu düzgün sayılmır. Və yaxud da ki, həmçinin də bəy. Bəy əgər hər hansı bir xanımla ailə həyatı qurmaq istəmirsə, valideynlər ona orada zor güc tətbiq edirlərsə, bu ümumiyyətlə evlilik uğursuz ola bilər. Burada valideynlər yalnız və yalnız övladların xoşbəxtliyini istəyəcəklər və onlara gözəl, belə deyim də, ibrətamiz nəsihətlər, tövsiyələr verə bilərlər, öz həyat təcrübələrindən danışa bilərlər, amma valideynlərin məcbur etmə haqqı yoxdur. Çünki burada xüsusən də indiki cavanlarımız, indiki gənclərimiz tam fərqli bir formada böyüyürlər. Məsələn, biz keçmiş ailələrə baxsaq, məsələn, keçmiş ailələrdə belə bir adət-ənənə vardı ki, məsələn, valideynlər çox böyük səbirlə gözləyirlər ki, evə inşallah gəlin gələcək və bu gəlin həqiqətən də evin, belə deyim də, çırağı olacaq, evdə məsələn, qaynataya, qaynanaya, məsələn, qulluq eləyəcək, xidmət eləyəcək. Hər bir ailənin, hər bir atanın, hər bir ananın özünə məxsus xüsusi, belə deyim də, bu arzu və istəkləri var. Öz övladlarını təbii ki, xoşbəxt görmək istəyəcəklər valideynlər. Çünki heç bir valideyn, mən inanmıram ki, övladının pis ailə həyatını qurmasını və yaxud da ki, pis həyat tərzini heç bir valideyn arzulamaz. Valideynlərin müəyyən bir, belə deyək də, arzuları var. Həmin o arzuları nəzərə alaraq, bəli, valideynlərlə ailə həyatı qurmaqda məsləhət etmək yaxşıdır, amma məcbur etmək mümkün deyil. Amma indiki gənclərimiz tam başqa cür formalaşır. İndiki gənclərimiz ailə həyatı quranda, yəni ata müdaxilə etmədən, ana müdaxilə etmədən iki gənclər özləri istədiyi formada öz həyatını qururlar. Hətta öz toy, nişan və hər bir şeylərini özləri fikirləşir. Gəncdirlər də, hərənin özünün bir, belə deyim də, zehnində xoşbəxtlik arzuları ki var, o arzularını həyata keçirmək üçün addım atırlar. Hər halda, yenə dediyim kimi, valideynlər seçim verməlidirlər övladlarına. Çünki bu həyatı həmin o iki gənclər bir yerdə yaşayacaqlar. Nə xanımı məcburi şəkildə hansısa bir bəyə vermək
həm İslam baxımından, həm bizim milli mənəvi dəyərlər baxımından qəbul olunmaz bir şeydir və eyni zamanda bəyi də məcburi şəkildə, məsələn indi qanunvericidə belə bir şey var. Həmin bu qanunvericidə artıq öz əksini tapdı ki, məsələn qohumluq əlaqəsi olan insanlarla nikahı artıq bizim ölkədə qanun baxımından icazə verilmir. Yəni özünüz də gözəl bilirsiniz ki, bunlar gedirlər rəsmi nikaha girənə qədər müəyyən qan analizlərindən keçirlər. Məsələn, bu keçmişdə bu adət-ənənələr var idi də. Məsələn, mən beynimə qoymuşam, qohum var, qohumun qızını almalıyam. Bacım qızı, xalam qızı, dayım qızı. Bəzən görsən ki, gənclər arasında, cavanlar arasında bu biraz uyğunsuzluq olur. Bu uyğunsuzluq olduğuna görə siz nəsihət xarakteri verə biləcəksiniz, amma məcburi şəkildə bu mütləq mənim bacımın oğludur, bu mənim mütləq nə bilim dayımın uşağıdır, xalamın qızıdır. Bunlarla məcburi şəkildə evləndirmək bu da İslam nöqteyi-nəzərdən düzgün deyil. Gəncləri buraxmalıdırlar. Birinci, özlərinə uyğun münasib bir adam tapmalıdırlar və uyğun münasib adam tapandan sonra valideynlərin öhdəsinə düşən budur ki, yalnız öz həyat təcrübələrindən keçdiyi öyüd və nəsihətləri versinlər.